Dükkanı hamma gırda bir baka başı. Aynen. Madine mi çok ne var? Daşa baba hiç bir naşı. Çay babuye. Ha? Madine çay babu. Ne çay şimdi geldi. Anzak böyle Çay gücünce babuye kumdu. gala evse. Alamın da sevdiği var. Şimdi ben de işte baba kendine koyuyor. Ne taşlar? Şey yani ya karo. Açın tanadan var taş gibi var. Ama ne kadar Ha. Mına zavuzun tani. Mına hiç ava zamot anam say şurban bayo. Zamot siyada mına sedam. Şurban işvanı da moda olsun mu? Diyor taşta. yerlerde bir yerlere. Ona da bize bağımlı zamanlara mı var? Yağla bağışma tarafı. Böyle bir uzun var. Safi yegini. Zakani pegat peşe Ben çobi. ne peşe. O da Peşe bugün duani var. ya. Ulan ben çobi kestiler. Ay egan de sana. Das göde egan da yani şu kadar monda peşe piyatta. Esa stava uscendo che mi piaci man pesce badurani che non mi. Ah, bumano, bumano in questi ma. Siamo amaro, al shock che siamo amaro. Ma voi sì, c'è mamma, sto mamma io ne ma. Ima. Ama bir mesela hani hastaydı.
smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, worlds' colors collide with you. Love's where I reside. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Even in dark skies, your light remains through every storm. You ease my pain, a rhythm of hearts. No need to pretend. This love story will never end. Whisper your name in the rush of the breeze. Love like an ocean. Gilas mürəbbəsi hazırladım. Görün necə gözəl, şəffaf. Kəhraba kimi, bax belə deyək. Gilas mürəbbəsi hazırladım. Dənə-dənə baxın. Çox gözəldir, ətri də, özü də. İnşallah Allah sağ canla, ağız şirinliyi ilə yemək qismət eləsin cümləmizə. İndi isə tez hazır olan tartalyetta şirniyyatı hazırlamaq istəyirəm. Bunun üçün onun xəmirini hazırlayıram. Demək, bir paçka yağdır, 2 yumurtadır və şəkər pudrası, vanil, köpürtmə, sonra da un əlavə edib xəmir hazırlayacağım. Məndə belə 1-2 dənə qəlbim var. Xəmiri bunun ortasına qoyub, qırağını yayıb, belə bir formada bişirəcəm. Bunda rahat olur. Ortası hündürdür, qıraqları çökəkdir. Belə cem falan qoyanda, krem qoyanda rahatdır. Ortasında qala bilir. İndi xəmirim 15 dəqiqə, 20 dəqiqə dincəlsin. Bu qəlblərdə, qozboyda kündələr tutub, bunun içərisinə yayıb sərəcəm və belə bişirəcəm. İnansız, dadı o qədər gözəldir qızlar. Birini hazırladım, baxdım. Çox gözəl dadı var. Çələk dadı, ətri, sosu, yəni çox gözəldir. İstəsəniz bunun altından qaymaqlı krem də eləyib üstünə belə çələk sosu vura bilərsiniz. İstəsəniz də mənim kimi belə sadə hazırladığımız çələk sosundan edə bilərsiniz. Çox dadlıdır, çox mükəmməldir. Həqiqətən mən dadını çox bəyəndim. Bundan sonra favori şirniyyatlarımdan biri olacaq. Malina ilə də çox gözəl olar. Bunun içərisi malinalıdır. Çox qəşəngdir, o da çox dadlıdır. Yarpaq dolmasının da içliyini hazırladım, hazırdır. Yarpağını da dəstələdim.
qızımın vloquna baxa-baxa kofem, suyum yanımda başlayıram yavaş-yavaş dolmamı pişməyə. Belə. Bugün sizlerle saç bakımını paylaşacağım. Vaxtilə mən saç dökülməsinin nəticəsini çəkmişəm. Trixoloqa müraciət etmişəm bununla bağlı. Yəni saçımın ön hissəsi nadir şəkildə tökülmüş. Və trixoloq da müayinə etmişəm. Mənə dedi ki, bu hissələrə bir də tük gəlməyəcək. Bizim yəni müalicəmizdən də bunu gözləmir. Müəyyən analizlər vermək istədim. Amma mən çıxandan sonra artıq yəni onun yerindən sonra mən tamamilə özmüşdüm. Kimin saç tökülməsi varsa, qızımın Günelin kanalına baxsalar, orada saç tökülməsinin necə qarşısı alınır, tökülən saçlardan, saç diblərindən necə saç çıxarılır, onu paylaşıbdı ətraflı. İstəsəniz keçib baxa bilərsiniz. Belə, çox şükür. Dolmaları da püftüm, hazırdır. Bununla bir püftüm. Sonra düşündüm ki, qızlar, bişəndə, suyu zadı çıxanda daşa bilər və həm də üstdəki bişənə kimi altdakı da əzilə bilər. Ona görə belə bir balaca yarısını qazana da yığdım. Belə, püftüm, çox şükür. Allah hamının qazancına bərəkət versin, əlinə, əməyinə bərəkət versin inşallah. Bizlər də içində göz haqqınızı halal eləyin. Belə, indi asım üstünə bişsinlər. Yeməğim bişsin qızlar. İndi isə gəldim. Sizə buranı göstərmədim. Görün, öz iş otağımı, belə deyək, iş yerimi, masamı necə düzəltdim. Şkaf var idi, əlavədən onu qoydum bura. Belə maşınımı qoydum üzərinə. Buradakı iynə sap, belə xırdavat yığdıqlarımı yerləşdirdim bura. Bunun içinə sap yığmışam. Çoxlu saplarım var bunun üzərində. Aşağıda da orqanayzerim var, xırda-xırış yığmaq üçün. Belə örtüldü, yaxşı oldu mənim üçün, rahatdır indi bunun dəzgahın üzərində burada işləmək. Aveloq maşınım mənim belədir, Janomelərdəndir, 4 saplı. O vaxt almışam bunu. Çox razıyam, çox yaxşıdır. Fikrim var bahallardan alam. Bahallar deyəndə caqlardan istəyirəm. 4 saplılardan. Onlar yaxşıdır. Sex maşınları da bildiyiniz kimi. Bir maşınımı dəyişmək istəyirəm. Bu da məndə Yamatadır. Köhnə maşınlardandır. İstəyərdim ki, imkan daxilində çalışacağam ki, gələcək vaxtlarda maşınımı bunu da dəyişəm. Öz sapını kəsənlə avtomatdan alam. Caqlardan istəyirəm, inşallah alaram. Bu da yaxşıdır, çox razıyam bu maşından da. Yaxşı tikir, yəni məni heç incitmir. Çox rahat maşındır. İndi parçamı göstərim sizə. Don biçmişəm ki, özüm üçün don tikəm. İndi onu sizə göstərim. Bir dənə belə yüngülvari parça aldım ki, sarafan eləyəm, sarafan yəni tikəm. Biçmişəm, hazırdır. Bir dənə vaxt eləyə bilmirəm ki, bunu tikəm. Belə bir parçadır, sarafan tikirəm özüm üçün. Bir də belə bir gözəl türkün, inansız o qədər qəşəng parçadır. Türkün belə bir parçasını aldım. Heyf ki, az qalmışdı. 1 metrə tapdım. 1 metrədən fikirləşdim ki, ancaq ev üçün qısa, belə evdə giyməyə rahat bir don tikim. Belə bir parçam da var idi. Tam bundan uyğundur. İndi rəngi burada bilinmir. Ancaq tam bundan eynidir. Qol biçdim. Qısa qollu, belə ev üçün rahat giyməyə don biçdim. İndi onu tikmək istəyirəm. Yeməyim hazır olana kimi bunu da tikim. Whisper your name in the
Məni izləyən əziz və dəyərli, gözəl izləyicilərim, sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Kanalıma abunə olmağı, bəyənməyi, xoş rəylər yazmağı unutmayın. Dəstəyiniz üçün təşəkkürlər.